Təsir eləyir ki, adam indi bilirsən də çox uşaqlar kəsrivada olur və yaxud da təbii doğuşdan. O təsir eləyir o rəqəmlərin. Nə yazıldısa, avtomatik onu götürürük. Onu götürürsən. Onu götürürük, amma daha yaxşı olar ki, təbii doğuş olsun. Cəsur olmasın. Çox orada qəribə anlar var, çünki son vaxtlar daha çoxdur. Bunun biz şeyini 15 il sonra görəcəyik. 15 il sonra anlayacağıq ki, bu necə, düzdürmü, düz deyilmədi. Yəni bunu 15 il sonra biləcəyik. Əgər sağlamlığa təhlükə yoxdursa, normal doğuş olsun. Tövsiyə olunan budur. Yox, aydın məsələdir o. Məsəl üçün çox valideyni görürsən ki, konkret bir datalar olur da, həmin datalarda uşaqlarını planlaşdırırlar ki, həmin datada zərkalli datalar seçirlər də 22, 20, misal üçün 2022 kompetensiya bombalan boşdur. Doğum tarixində 2-dən başqa heç nə yoxdur. İzah edə bildim? Onun da minus tərəfləri. Nə qədər fərqli rəqəmlər olsa o qədər yaxşıdır. Nə qədər bütün rəqəmlərdən olsa o qədər yaxşıdır. Eyni rəqəmlər ki, uşağım zərkalin olacaq. Bəli, 5 dənə 2 olacaq doğum tarixində. Hamını super duper başa düşəcək. Amma tez depressiyaya düşəcək. Nə qərar verə biləcək, nə analiz edə biləcək, nə hədəfi olacaq, nə ünsiyyətçil olacaq, nə həyat eşqi olacaq, nə disiplin olacaq, nə işləmə eşqi olacaq, nə sağlamlığında tam atletiklik ola biləcək. Oyda, birdən-birində qədər şey itirir. Bütün 8 kompetensiyanı itirdi. Yəni bu o qədər önəmlidir. Çünki yazılır, imzalanır, avtomatik olaraq bu ezoterik şəkildə mən əgər izah eləyəcək olsam, bir portal açılır fərz elə. Bizə davamlı ideyalar gəlir. Doğrumu? Bizə davamlı fikir gəlir ki, bu belə olsun. Niyə bu fikir bizə gəlir? Niyə sənə davamlı ədalət fikir gəlir, mənə komfort yaratma fikri gəlir? Mənim əlimdən komfort alınanda sıxılıram. Səninlə ədalətli olmayanda haqsızlıq olunanda. Çünki bunu içərdən nəfs deyir axı. Bu belə proqramla gəlmişik biz. Bu qədər önemli. İnsanlar deyir, yox, deyil. Oturub analiz eləyəndə o adamı qabağımda oturanda deyir, həqiqətən də hər şey belədir. Həqiqətən də hər şey belədir. Təqvimlə bu dəqiqə bizim elə nəticələrimiz var. İnsanlar o qədər təqvimlə doğru yönəlməyə başlayırlar. Ki, qərarım düzdür. Bəli.